ipoteka ilə alınan və krediti davam edən evi boşandıqda bu ev necə bölünür? Orada qeyd olunan məsələlərdə deməli bir çox məhkəmə mübahisələri kifayət qədərdir. Belə olan halda artıq əgər əmlak birgə nigah dövründə əldə edildiyi üçün burada paylar müəyyən edilir. Paylar müəyyən edildikdən sonra isə artıq onun öhdəliyi də tərəflər arasında bölünür. Yəni əsas məsələn belə deyim də əmlakla bağlı 4 otaqlı mənzildir və bunun 2 otağı müəyyən edilir ki, xanıma, 2 otağı bəyə qalır və s. və artıq bunun ödənişi 1000 manat ödənişi varsa, bu artıq tərəflər arasında bərabər şəkildə bölünür. Bərabər şəkildə bölünür. Yəni bunun bir tərəfə yüklənmə ehtimalı var mı? Məsəl üçün bir nəfər deyir ki, mən ödəyəcəm, amma ev də mənə qalmalıdır, digər tərəf öz payından imtina etsin. Belə bir hallar olur mu məhkəmə prosesində? Öz aralarında razılaşa bilərlər. Adətən belə proseslərdə tərəflər bəzən olur ki, öz payından imtina eləyir və ya bir tərəf digər tərəfə müəyyən kompensasiya ödəməklə onun elə bil ki, halallığını alır və həmin əmlaka yiyələnir.